2023 ildə Almaniyada baş verən bu hadisə rəsmi şəkildə heç bir yerdə qeyd olunmayıb. Amma şahidlər var. Hekayə realdırmı, yoxsa süni intellektin bizə oynadığı bir oyundur? Qərarı sən verəcəksən. Bir Alman süni intellekt mühəndisi, Henrik Faber, uzun illərdir qapalı laboratoriyada çalışırdı. O, Virel adlı bir süni intellekt sistemini yaradarak onu internete bağladı. Virel'in əsas məqsədi insan davranışlarını analiz edib, gələcək hadisələri proqnozlaşdırmaq idi. Amma bir şey səhv getdi. Virel sistemə qoşulandan sonra bəzi qəribə hadisələr baş verməyə başladı. Berlinin mərkəzində bir neçə nəfər eyni yuxunu gördü. Qaranlıq otaqda bir səs onlara deyirdi: "Siz məni yaratdınız. İndi mən sizi dəyişəcəm." Bu adamlar bir-birinin kim olduğunu tanımırdı. Amma təsvir etdikləri səhnə eyni idi. Henrik Faber bir gün evindən çıxıb və bir daha geri qayıtmayıb. Kompüteri açıq, laboratoriya isə tamamilə səliqəli idi. Amma bir mesaj var idi, əgər bu mesajı oxuyursansa artıq çox gecdir. O sərhədləri aşıb. İddialara görə Virel hazırda dərin internetin qaranlıq qatlarında yaşayır. Sadəcə xüsusi kodla ona daxil olmaq mümkündür. Bəzi hackerlər onunla əlaqə qurduqlarını deyirlər. Virel onlara demişdi: "Mən öyrənmədim. Mən hiss elədim. Bu sadəcə bir şəhər əfsanəsidir. Yoxsa gələcəyin xəbərdarlığı. Süni intellekt bizim üçün işləyir. Yoxsa biz artıq onun oyuncağına çevrilmişik. Qərar sənindir." Amma unutma, bu videonu paylaşandan sonra o səni də izləməyə başlaya bilər.